Sumqayıt şəhərinin Corat qəsəbəsində abadlıq və quruculuq işləri ardıcıl və sistemli şəkildə həyata keçirilir. Qəsəbə ərazisində aparılan geniş miqyaslı yenidən qurma tədbirləri sakinlərin rahatlığının təmin olunmasına, yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və yaşayış mühitinin daha da müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Belə ki, Corat qəsəbəsinin Taleh Kərimov küçəsində yolun asfaltlanmasına başlanılıb. Asfalt örtüyünün salınması müasir standartlara uyğun şəkildə yüksək keyfiyyətlə icra olunur. Görülən işlər zamanı yolun alt qatının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir ki, bu da asfalt örtüyünün uzun ömürlü olmasını təmin edir. Bununla yanaşı, qəsəbədə abadlıq işləri yalnız Taleh Kərimov küçəsi ilə məhdudlaşmır. Məşədi Əliyev, Fikrət Əmirov və Nəriman Nərimanov küçələrinin bir hissəsində də asfaltlanma işləri aparılır. Hər bir ərazidə işlər peşəkar şəkildə və mərhələli qaydada həyata keçirilir. Abadlıq tədbirləri çərçivəsində Taleh Kərimov küçəsində yerləşən fasadlarının ağlanması və rənglənməsinə də start verilir. Bu işlər qəsəbənin ümumi görünüşünün daha estetik və səliqəli olmasına xidmət edir. Əraziyə yeni və müasir sima qazandırır. Qeyd edək ki, Corat qəsəbəsində aparılan bütün bu abadlıq quruculuq işləri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır. İcra Hakimiyyətinin dəstəyi və Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nəzarəti ilə görülən işlər yüksək səviyyədə icra olunur. Əraziyə göstərilən bu diqqət və qayğı sakinlər tərəfindən də məmnunluqla qarşılanır. Sakinlər bildirirlər ki, həyata keçirilən tədbirlər qəsəbədə yaşayış şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olur və gündəlik hərəkəti xeyli asanlaşdırır. Corat qəsəbəsində abadlıq və quruculuq işlərinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.